Təklif olunan layihə insan hüquq azadlıqlarının qorunmasının rəqəmsal dövrün tələblərinə uyğunlaşdırılması və ictimai təhlükəsizliyin gücləndirilməsi baxımından əhəmiyyətə malikdir. Lakin layihənin müvafiq komitənin iclasında müzakirəsindən sonra bəzi informasiya resurslarında, sosial şəbəkələrdə əsassız və qərəzli şərhləri, ictimai rəyin çaşdırılmasına xidmət edən manipulativ yanaşmaları nəzərə alaraq, bu dəyişikliklərin Azərbaycan Respublikasının Konstitusiyasına, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq konvensiyalara, Avropa İnsan Hüquqları Məhkəməsinin prezident hüququna uyğunluğu barədə bəzi məqamları diqqətə çatdırmaq istəyirəm. Çünki irəli sürülən iddialarda da məhz bu sənədlərə istinad olunur. Əvvəlcə onu qeyd etmək vacibdir ki, layihədə heç bir halda prokurora vətəndaşı psixiatriya xəstəxanasına yatırmaq səlahiyyəti verilmir. Söhbət yalnız barəsində inzibati xəta işə aparılan və aqressiv davranışı ilə təhlükə yaradan şəxsin ilkin psixiatriya müayinəsindən keçirilməsi barədə qərardan gedir. Prokurorun və yaxud digər səlahiyyətli vəzifəli şəxsin müraciəti yalnız həkim psixiatrinin rəyi əsasında reallaşa bilər. Tibbi diaqnozu hüquq mühafizə orqanları deyil, müstəqil tibbi heyət və həkim komissiyası müəyyən edir. Tibbi zərurət olmadığı halda isə proses dərhal dayandırılır. Qanun qüvvədə olan və dəyişdirilməyən imperativ normasına əsasən qeyri-könüllü müayinənin aparılması barədə ərizə və ya qərar, habelə aidiyyatı materiallar müəssisə rəhbərliyi tərəfindən məhkəməyə təqdim olunur və bütün hallarda yekun qərarı məhkəmə verir. Baxımdan layihəni təzyiq aləti kimi təqdim etmək qərəzli yanaşmadan başqa bir şey deyil. Layihədə psixi pozuntusu olan şəxslərin məlumatlarının, eləcə də müalicədən imtina hallarının vahid elektron sağlamlıq kartı sistemində saxlanması təklif olunur. Bununla yanaşı, mühüm prosesual yenilik kimi xəstə barədə məlumatların onun qanun nümayəndəsinə yazılı müraciətdən sonra 2 iş günü ərzində təqdim olunması öhdəliyi müəyyən edilir. Bu norma Azərbaycan Konstitusiyasında təsbit olunmuş şəxsi toxunulmazlıq və məlumat azadlığı hüququnun təminatlarını gücləndirməklə yanaşı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyanın şəxsi həyatın toxunulmazlığına dair 8-ci maddəsinin tələblərinə tamamilə uyğundur. Avropa İnsan Hüquqları Məhkəməsinin prezident hüquqlu L.M. Latviyaya qarşı işində vurğulanır ki, dövlətlər pasiyentin tibbi iradəsinin şəffaf və sonradan dəyişdirilməsi mümkün olmayan təhlükə sistemlərdə saxlanılmasını təmin etməlidirlər. Elektron sistem məlumatlarda tarixin dəyişdirilməsi riskini də aradan qaldırır. Layihədə nəzərdə tutulan 2-3 günü müddəti isə bürokratik gelişmələrin qarşısını almaqla pasiyentin yaxınlarının məlumat əldə etmə hüququnun operativ və effektiv şəkildə həyata keçirilməsinə xidmət edir. Pasiyentin məlumat əldə etmə hüququnun yalnız onun özünün və ya digər şəxslərin təhlükəsizliyi naminə məhdudlaşdırılması isə İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında konvensiyanın 8-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan legitim məhdudiyyət meyarlarına tamamilə cavab verir. Yeni əlavəyə əsasən barəsində inzibati xəta işi aparılan və gecikdirilməsi təhlükə yarada biləcək şəxslər prokurorun səlahiyyətli orqanın qərarı ilə razılıq olmadan psixiatriya müayinəsinə cəlb edilə bilərlər. Bu norma Konstitusiyanın insan ləyaqətinin qorunması və hüquqlarının məhdudlaşdırılmasının qanuni əsasları ilə bağlı müddalarına söykənir və dövlətin vətəndaşların həyatını, sağlamlığını qorumaq öhdəliyindən irəli gəlir. Avropa İnsan Hüquqları Məhkəməsinin beynəlxalq hüquqda bazı standartlarından biri hesab olunan Winterwerp Niderlanda qarşı qərarında qeyri-könüllü tibbi müdaxilə üçün konkret meyarlar müəyyən edilib. Həmin qərara əsasən şəxsin psixi vəziyyəti obyektiv tibbi ekspertiz ilə təsdiqlənməli və bu vəziyyət ətrafdakılar üçün real təhlükə yaratması əsas götürülməli. Baxımdan təklif olunan dəyişikliklər məhz özünün və başqalarının həyat və sağlamlığını təhlükə yaratması şərtini imperativ norma kimi müəyyən etməklə istinad etdiyim beynəlxalq standartı tamamilə əks etdirir.